Prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi artırılır. Milli Məclisin bugün keçirilən iclasında prokurorluq orqanlarında qulluq keçmə haqqında qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Yeni dəyişikliklərə əsasən prokurorluq əməkdaşlarının yaş həddi 60-dan 65 yaşa qaldırılır. Hazırda qüvvədə olan qanuna görə prokurorluqda qulluqda olma müddəti hər dəfə 1 ildən çox olmayaraq 65 yaşa dək uzadıla bilərdi. Yeni dəyişiklikdə bu limit birbaşa 65 yaşa dək yüksəldilir. Eyni zamanda 35 il xidmət etmiş və xüsusi rütbədən məhrum edilməmiş əməkdaşlara yaşa görə pensiya hüququ saxlanılır. Amma bu hüquq artıq yalnız son yaş həddinə, yəni 65-ə çatdıqdan sonra mümkün olacaq. Deputat Qüdrət Həsənquliyev bildirib ki, prokurorlara 60-dan sonra könüllü pensiya hüququ saxlanılmalıdır. Onun sözlərinə görə bəzi əməkdaşlar bu dəyişikliyi gözləmirdilər və artıq təqaüdə çıxmağı ümid edirdilər. Prokurorluqda işləyənlərin əksəriyyəti kişilərdir. Kişilərin də 47%-ə qədəri pensiya yaşına çatmamış dünyasını dəyişir. İkincisi, burada niyə bu prokurorluqdur, hüquq mühafizə orqanları əməkdaşlarıdır, güc strukturlarıdır, silahlı qüvvələrdir. Yəni bunlarda müəyyən bir müddət xidmət edəndən sonra insanlar daha tez pensiya buraxılır. Ona görə ki, bunların həyatları həm həyat və sağlamlıqları üçün təhlükəlidir. O cümlədən prokurorluq işlərinin neçəsi indiyə qədər cinayətkar qruplar tərəfindən qətlə yetirilib. Stresli bir həyat yaşayırlar. Birini məsuliyyətə cəlb edirsən, o qanunu pozub. Amma buna baxmayaraq, bəzən həmin o məsuliyyətə cəlb elədiyin şəxsin tək özü haqqında düşünmürsən, onun yaxınları var, ailə üzvləri var, uşaqları var. Bəzən o həbs olunan qədər elə müstəntiq bir daxili istirab keçdirir. Əlbəttə bu vicdanını itirməyənlərə aiddir. Milli Məclisdə qeyd edilib ki, dəyişikliyin əsas məqsədi uzun müddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq, prokurorluq orqanlarının səmərəliliyinin artırılmasıdır. Bu qanun qüvvəyə mindiyi gün prokurorluqda qulluqda olan və həmin gündən sonra prokurorluğa qulluğa qəbul edilən prokurorluq işçilərinə şamil ediləcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.